Salam, bugün sizinlə Elşad Əliyev və Elşən Quliyevin 7-ci sinif təhsil əsasında hazırladığı qiymətləndirmə vasitəsinin hüceyrə və orqanizm bölməsindəki test tapşırıqlarına baxacaq. Gəlin başlayaq. A hüceyrəsi B hüceyrəsindən fərqli olaraq. A hüceyrəsi heyvan, B hüceyrəsi isə bitki hüceyrəsidir. A hüceyrəsi nə deyir? Olmalıdır. B-dən fərqli olaraq. Plastidə malik ola bilməz. Bəli. A plastidə malik ola bilməz, çünki heyvan hüceyrəsidir. Ribosoma malikdir hər ikisi. Götürə bilmərəm. Nüvəyə malikdir hər ikisi. Eukaryotdur. Baxın, nüvələri var. Xarici qılafı nazikdir. Bəli. A heyvandır, glikokalix adlanır. B bitkidir, hüceyrə divarı adlanacaq. 1-i və 4-ü götürəcəm. D variantı. Azot gübrəsinin bitki cücərtisinin inkişafına təsirini öyrənmək üçün təcrübənin planı aşağıdakı cədvəldə verilmişdir. Baxın, sabit nədir? Sabit dəyişməyəndir. Sabit dəyişən dəyişmir təcrübə zamanı. Siz təcrübədə nəyi öyrənirsinizsə, o sərbəst dəyişən adlanır. Yəni, onu sərbəst şəkildə dəyişirsiniz. Asılı dəyişənsə, sərbəst dəyişəndən asılı olaraq dəyişir. İndi burada baxaq. Baxın, işıqlanma 105-105-105-dir. Deməli, işıqlanma bizim sabit dəyişənimizdir. Sabitdir, dəyişməyib. Və su. Sudur, işıqlanmadır, torpağın digər elementləridir. Bunlar bizim sabit dəyişənimizdir, dəyişməyibdir. Azot burada sərbəst dəyişəndir. Birində 20, birində 5, birində 30-dur. Deməli, sərbəst dəyişənim ola bilər azot. Elə C variantı uyğun gəlir. Sabit dəyişənim, baxın, sabit dedik, sudur, işıqlanmadır, torpağın digər elementləridir bu. İkincidə isə cücərti, bitkinin cücərtisi həmin bu sərbəst dəyişəndən asılı olaraq artıb və ya azalacaq. Yəni, ondan asılıdır. Düzgün cavab variantı C variantı. Şəkildə əks olunan canlı su mühitində yaşayır. Bu canlıların suya qoyduqları külədən çıxan kiçik sürfələri inkişaf prosesi keçirərək yetkin fərdə çevrilirlər. Bu canlının yaşadığı mühitdən suda həll olmuş oksigeni udur, onların üzgəcləri su düzmələrini təmin edir. Aha, nədir? Yuxarıda verilmiş məlumatların sondakı rəqəmlərə və müvafiq açar sözlərin əsasən uyğunluğunu müəyyən edin. Demək, deyir ki, çıxan sürfələr inkişaf prosesi keçirərək yetkin fərdə çevrilirlər. Yəni, inkişaf edirlər. Birə, sürfə deyirsə çoxalmanı götürə bilərik. Bəli, çoxalırlar. 2-də, bu canlının yaşadığı mühitdə suda əl olmuş oksigenidir. Oksigen udmaq nə deməkdir? Tənəffüs. Deməli, 1-ə B çoxalma, 2-yə tənəffüs. Onların üzgəçləri su düzmələrini təmin edir. Bu isə hərəkəti olacaq. 1-ə B, 2-yə tənəffüs, 3-ə isə hərəkət. E. Doğru cavab variantı B variantı. Şəkildə astebulyariyanı görürsünüz. Bu, bir hüceyrəli bir yosundur. Nüvəsi aşağı hissədə yerləşir. Əgər nüvəsi zədələnməzsə, yuxarı hissəsini qoparsaq, yenidən onu əmələ gətirə bilir. Yox, nüvəsi zədələnərsə, yuxarını əmələ gətirə bilməyəcək. Bu da deyir ki, 2 rəqəmi ilə işarələnmiş hissə zədələnərsə, yəni nüvəsi zədələnərsə, 1 rəqəmi ilə işarələnmiş hissəni qoparsaq, bu zaman birinci hissə inkişaf etməyəcək. Çünki nüvəsi zədələnsə, biri yarada bilməyəcək. 5-ci. Şəkildə təsvirdə həşərat tutan bitkinin həşərat tutması əks olunmuşdur. Baxın, bu bizim kitabımızda verilmiş tapşırıqlar hissəsində verilmişdir. Burada həşərat tutanın həşərat tutması, onun həm hərəkətidir. Çünki baxın, qapanır o. Həmin bu hissəyə düşdükdə qapanır, yəni hərəkət edir. Həmçinin qidalanmasıdır. Bu həşəratdan qidalan və qıcıqlanmasıdır. Çünki orada həssas tükçüklər var, ona toxunduqda qidalanır. Xüsusiyyətlərin baş vermə ardıcılığı nə olacaq? Deməli, birinci bu, qıcıqlanır. Orada həşərat toxunduqda qıcıqlandırır onu. Daha sonra hərəkət edərək qapanır, sonra isə qidalanır. 3, 2, 1. Qıcıqlanma, hərəkət, qidalanma. Hüceyrə ilk dəfə məhz bu toxumadan kəşf edilmişdir. İlk dəfə mantar qatı, Robert Hooke ilk dəfə mantar qatına baxdıqda oradakı ölü hüceyrələri görmüşdü. Mantar qatda örtük toxumasıdır. Doğru kəsişmədir. Yəni, bakteriya üçün uyğun olanlar. Bakteriya spor yarada bilər əlverişsiz şəraitdə. Həmçinin bir hüceyrəlidir, yəni çox hüceyrəli olanmaz, spor yarada bilər. Çox hüceyrəli deyil, hüceyrə divarı var, ribosomu var, formalaşmış nüvəsi yoxdur. 1, 3, 4 A variantı. Verilmiş bakteriyalardan hansı kox çubuğu adlandırılır? Kox çubuğun digər adı vərəm çöpüdür. İlk dəfə kox kəşf etdiyi üçün onun adı da verilmişdir. Şəkildə əks olunan canlının bilavasitə hansı əsas həyati xüsusiyyəti əks olunmuşdur? Şəkildə olan canlının
inkişafı və böyüməsi. Əsas inkişafı göstərilmişdir. Çoxalması, böyümə inkişafı bu daha doğru variantdır. Həm kürü ilə çoxalır, həm böyüyür orqanizm, həm də inkişaf edir, yeni xüsusiyyətlər yaradır. Doğrudur. 2020-ci ildə SARS-CoV-2 virusu törətdiyi COVID-19 xəstəliyi səbəbilə bütün dünyada pandemiya səbəb olmuşdur. Alimlər ilkin olaraq bu xəstəliyin yarasalardan insana keçdiyi fərziyyəsini irəli sürmüşdür. Buna bənzər bir tapşırıq kitabımızda da var idi. Deyir, əgər bir canlı, tutaq ki, A bakteriyasının B xəstəliyini yaratdığını deyiriksə biz. Baxın, A əgər B-ni yaradırsa, mən o zaman B xəstəliyi olan insanda A bakteriyasını tapmalıyım və ya A canlısını. Ki, sübut edim ki, həqiqətən bu xəstəliyi yaradıb. İndi bu da deyir ki, ilk olaraq bu xəstəliyin yarasalardan insanlara keçdiyi fərziyyəsi irəli sürülmüşdür. Bu fərziyyədən çıxarıla bilən ən uyğun proqnoz hansıdır? Ən uyğun proqnozu olar ki, həmin bu COVID xəstələrində bu SARS-CoV-2 virusunu tapaq. Və ya bunların yarasadan keçdiyini deyirsə, yarasada tapaq ki, bunu biz. Deyək ki, həqiqətən bu yarasada var imiş ki, keçsin. Baxın, C variantı daha uyğundur. Ki, virus yarasalarda aşkarlanmalıdır ki, biz həqiqətən deyək, bu yarasada var imiş ki, keçib. Bitkilər özlərinə qida maddələri hazırlamaq üçün verilənlərin hansından bilavasitə istifadə etmir? Qida maddəsi fotosintez deməkdir. Fotosintezdə karbon qazı üstə gəlir, su üstə gəlir işıqdan və xlorofil və xloroplast lazımdır. Bunlar karbon qazı, su, işıq, suyun içərisində mineral maddələr hamısı lazımdır. Amma üzvü maddə lazım deyil. İşıq mikroskopun optik hissələri. Mikroskopun okulyarı və obyektivi bunun optik hissələridir. İşıq yaşıl bitkilərin qidalanmasına, böyüməsinin inkişafına təsir göstərən çox mühüm təbiət amilidir. İşıq sevən bir bitki üçün proqnoz edilə bilər. Sıx meşə şəraitində bitərsə daha hündür boylu olar. Bəli, bu əgər işığı sevirsə, işığa çatmaq üçün can atacaq. Bunun üçün də digər ağaclardan daha hündürdə olmalıdır ki, bu kifayət qədər işıq qəbul edə bilsin. Bu proqnozu deyə bilərik. Günəş işığının bol düşdüyü açıq ərazilərdə bitərsə hündür olar. Əksinə, açıq ərazilərdə daha qollu butaqlı olur. Hündür olmur. Çünki kifayət qədər işıq görə bilir. Hündürlüyə ehtiyac çoxdur. Əksinə, qol butaqlı olaraq işığı daha çox çəkə bilər. Cücərisi torpağın altında olarkən daha sürətlə böyüyür. Bəli, bu işığı sevirsə, işığa çıxmağa yenə can atacaq qaranlıqdan. Bu da doğrudur. Daha sürətli böyüyür, yox. Qaranlıqdan çıxdıqda daha sürətli böyüyəcək. 1 və 3. A variantı. Ağac gövdəsi xaricdən daxilə doğru 4 əsas qatdan ibarətdir. Sizə əgər sırf quruluşu haqqında danışırsa, bundan ibarətdir, belədir, bu hissələrdən təşkil olunur. Sırf yəni morfologiyasından danışırsa, bu anatomiyadır. Əgər funksiyasından danışırsa, funksiya fiziologiyadır. Burada da birdə bizə görünüş formasından danışır da, qabığı var, kambisi var, oduncağı, özəyi var. Deməli, anatomiya öyrənəcək bunu. İkinci hissədə isə deyir ki, oduncaqdakı ksilema borucuqlarının funksiyası kökün torpaqdan sorduğu suyu və mineral maddələri yarpaqlara daşımaqdır. Artıq funksiyadan danışırsa fiziologiya. Yadınızda saxlayın. Fiziologiya, funksiya, anatomiya, quruluş. 15-də. Bitki və heyvan hüceyrələrinin qılafının quruluş və funksiyasına əsasən uyğunluğu müəyyən edin. Bitkidə qılaf qalın hüceyrə divar adlanır, heyvanlarda nazikdir, glikokaleks adlanır. İndi oxşardan oxşarı, fərqlidən fərqliləri seçməliyik. Qılafın daxili hissəsinin plazmatik membranının quruluşu. Bəli, plazmatik membranlar bütün aləmlərdə var. 2 cərgə lipid, 1 cərgə zülaldan təşkil olmuşdur. Bu oxşardır. Xarici qılafın funksiyası. Xeyr, xarici qılafında hüceyrə divardır. Bunda isə glikokalexdir. Funksiyaları oxşar deyil. Xarici qılafın quruluşu yenə deyim. Birində hüceyrə divarı sellulozadan təşkil olmuşdur, möhkəm divardır. Biri isə nazikdir. Fərqlidir, bəli, fərqlidən fərqlini götürəcək. Xarici qılafın funksiyası. Xarici qılaf ona möhkəmlik, dayaq verir. Bitkidə, heyvanda isə belə deyil. Yəni, funksiyalarda fərqlidir. Fərqlilər olacaq quruluşu və funksiyaları, oxşarlar plazmatik membran. 1, 3, 4 E variantı. Hüceyrə anlayışını elmə gətirdi. İlk dəfə hüceyrə anlayışını Robert Hooke gətirmişdi. Bayaq dediyimiz kimi mantar qatına baxdıqda Leeuwenhoek isə canlı hüceyrələrə baxmışdı ilk dəfə. Verilmiş heyvan hüceyrəsi mikroskopda görünən forması əks olunub. Mikroskopun böyütmə dərəcəsi. Baxın, mikroskopda görünən forması, mikrofoto şəkil, şəkil ölçüsü və s. yazsa, bunlarda söhbət hamısında sürətdə yazılan, hansı ki, şəkil ölçüsü sürətdə yazılır. Şəkil ölçüsü 1 mm-dir. 1 mm-də 1000 mikrometrdir.
Daha sonra mikroskopun böyütmə dərəcəsi də 1000 olarsa, faktiki ölçüm nəyə bərabərdir? Şəkil ölçüsü bölünsün böyütmə dərəcəsi. Elə 1000-i 1000-ə də böləndə 1 verəcək mənə. 1 mikrometr. Deməli, özün faktiki ölçüsü, real ölçüsü 1 mikrometr imiş. Yanlış bəndi müəyyən edin. Prokaryotlarda doğrudur, yanlışdır. Prokaryotlarda ribosom var, bəli. Bu doğrudur. Yanlışı istəyir götürməyəcəm. Eukaryotlarda plastit var, bu isə deyir yoxdur. Yanlışdır. Bunu götürəcəm. Mitoxondri prokaryotlarda yoxdur. Bakteriyalardan başqa bütün aləmdə var. Bu isə deyir var. Deməli yanlışdır, götürəcəm. Nüvə eukaryotlara xas bir strukturdur. Prokaryotların nüvəsi olmur. Ona görə mən deyirəm olmur. Mən deyirəm eukaryotlarda olur, bu isə deyir olmur. Yanlışdır, götürəcəyik. 2, 3 və 4. Canlılara məxsus bəzi xüsusiyyətlərin cansızlarda olmasını demək olar fikrindən yaxşı misaldır. Bəli, bəzi xüsusiyyətlər var, amma hamısı yoxdur. Elə planetlərin hərəkəti də bunun bariz nümunəsidir. Şəkildə əks olunan neçə canlıda irsi məlumat daşıyıcıları nüvədə yerləşmir. Nüvədə yerləşən yalnız bakteriyalardır. Qalan hamısı nüvədə yerləşməyən yalnız bakteriyadır. Qalan hamısında nüvədə yerləşəcək. Bu da nüvədə yerləşmir deyirsə bakteriyanı götürürük. 1. Şəkildə əks olunan canlıları öyrənən elm sahəsinin biri uyğun deyil. Botanika bitkiləri, zoologiya heyvanları, bakteriologiya bakteriyaları, sistematika canlıları sistemləşdirilmiş şəkildə öyrənir. Antropologiya isə bunların heç birini öyrənmir. E variantı biologiyanın tətbiq sahəsi deyil. Cədvəldə verilənlərə əsasən X prokaryot canlı, bağırsaq çöpü bakteriyası, şəkil ölçüsü 1 mm, faktiki ölçü. Faktiki ölçü bərabərdir, yəni X bərabərdir. Şəkil ölçüsü 1 mm-dir, mikrona çevirək. 1000 bölünsün böyütmə dərəcəsi 1000-ə. Elə bunun da faktiki ölçüsü 1 mikrometr olacaq. Bakteriya sporlaşarkən baş verən prosesləri ardıcıl düzün. Bakteriya sporlaşarkən əlverişsiz mühit şəraitində sporlaşır. Sitoplazma, ilkin olaraq sitoplazması qlafdan ayrılır. Sitoplazma qlafdan ayrılan sonra bir orada membran əmələ gələcək. Hansı ki, əsas irsi məlumatını saxlamaq üçün daha kiçilir o. Deməli, sitoplazma qlafdan ayrılacaq, membran əmələ gətirəcək, sonra həmin o membran hüceyrə divarla əmələ gətirəcək və həyati proseslər tam zəifləyəcək. Sitoplazma qlafdan ayrı membran 2, 3, 1 və 4 A variantı. Şəkildə əks olunan canlılar üçün ümumi olan nədir? Fəal hərəkət edir. Xeyr, bunlardan yalnız heyvan fəal hərəkət edir, digərləri yox. Yırtıcıdırlar, yeni heyvan. Hüceyrəvi quruluşa malikdir, bəli, hamısı. Hüceyrəvi quruluşa malik eukaryot canlılardır. 25-də. Nə üçün şəkildə əks olunan meyvə yetişəndə yumşaq və şirin dada, yetişməmişsə sərt və turş dada malik olur? Çünki yetişdikdə bunun hüceyrəsində artıq qida maddələri yaranır və silikləşmə baş verir hüceyrəsi maddəsinin. Vakuollarda meyvəyə xas üzvü maddələr toplanır, hüceyrə divarında dəyişikliklər və hüceyrəsi maddənin silikləşməsi baş verir. Bu tamamilə doğrudur. Şəkildə kartof bitkisinin insan tərəfindən qida kimi istifadə edən gövdə yumrusu əks olunmuşdur. Nə üçün bu gövdə yumrusu təbii işıq altında müəyyən müddət qaldıqda yaşıllaşır? Biz demişdik ki, plastidlər bir-birinə çevrilə bilər. Leykolar xloroya və xromoya, xloro isə xromoya çevrilə bilər. İndi bu da işıqda qaldıqda bunun içərisində leykoplastlar var, qida toplayan. Həmin o leykoplastlar zamanla xloroplastlara çevrilir, yaşıllaşır. Onun üçün işıqda saxlamaq düzgün deyil. Təcrübə zamanı müəyyən olunur ki, torpaqda gündüzlər müxtəlif qazlar çıxır. Gecələr isə torpaqda soyuma ilə əlaqədar torpağa qazlar daxil olur. Bu prosesə torpağın nəfəs alması və nəfəs verməsi deyilir. Verilənləri ümumiləşdirsək torpağı canlı saymaq olarmı? Biz torpağı canlı saymağımız üçün onun bir dənə canlılara aid xüsusiyyəti etməsi, yəni ağla batan deyil. Gərək hər hansı bir quruluşu canlı hesab etmək üçün canlılara aid bütün xüsusiyyətlərə malik olmalıdır. Ona görə də mən bir dənə nəfəs alma və dırnaq içində bu arada nəfəs vermə etməsi qaz alıb qaz verməsinə görə canlı saya bilmərəm. Xeyr, əlbəttə ki, canlıya xas olan əsas xüsusiyyətlər baş vermir. Cədvələ əsasən səhv mülahizəni müəyyən edin. Nüvəsi var, xloroplast. B hüceyrəsi göbələk hüceyrəsi ola bilər. B hüceyrənin nüvəsi varsa, hüceyrə divarı yoxsa, xloroplastı yoxdursa ola bilər. A hüceyrəsi fotosintez edən eukaryotdur.
A-nın nüvəsi var, xloroplastı var, hüceyrə divarı var. Bəli, xloroplastı var, deyə bilərəm ki, fotosintez edir. Bunun nüvəsi var, ona görə də deyə bilərəm eukaryotdur, bu da doğrudur. B hüceyrəsi yer üzərində yaşayan ən qədim orqanizm hüceyrəsi ola bilər. Söhbət bakteriyadan gedir, ən qədim orqanizm bakteriyadır. Amma burada B hüceyrəsinə nüvə yazıb, ona görə ola bilməz. Əgər bakteriyadsa 28-də C variantı. Orqanizm ətraf mühitdə baş verən dəyişikliklərə cavab verir. Bu proses necə adlanır? Orqanizmin ətraf mühitdəki dəyişikliklərə qarşı cavab reaksiyası qıcıqlanma adlanır. Xaricdən gələn hər hansı bir təsirə cavab verməsi qıcıqlanmadır. Nöqtələrin yerinə yazılmalıdır. Bitki hüceyrəsində müxtəlif rəng verən plastidlər xromoplastlar adlanır. Yaşıl rəng verənlər isə xloroplastlar adlanır. 2 və 1 D variantı. Eyni növ bitkinin böyüməsinə suyun təsirini araşdırmaq üçün təcrübə aparılmışdır. Yenə deyirəm, təcrübədə nə yoxlanılırsa mütləq o dəyişməlidir. Digər hər şey sabit saxlanmalıdır. Sabit saxlananlar sabit dəyişən, hansı yön ki siz dəyişdirirsiniz o sərbəst dəyişən, o sərbəst dəyişəndən asılı olaraq dəyişənsə aslı dəyişən adlanır. İndi burada baxın, işıqdır, torpaq və minerallardır. Bunlar dəyişmir, çünki özü burada verib müsbət işarəsi olan dəyişmir. Bunlar dəyişmirsə, bu sabit dəyişəndir. İşıq və torpaq mineralları. Elə bir dənə buna görə variant çıxır. Sonra su sərbəst dəyişəndir, çünki 1-dir, 1.5-dir, 2 litrdir. Bitkinin cücərtisi də bunlardan asılı olaraq dəyişəcək. Şəkildə verilən canlıların yalnız birinə aid olanları seçin. Ribosom hamısına aiddir. Hüceyrə divarı göbələk və bitkiyə aiddir. Formalaşmayan nüvə yalnız bakteriya aiddir, götürə bilərəm. Sitoplazma hamısına aiddir. Həyati proseslərin bir hüceyrədə baş verməsi bakteriya aiddir. Xromosom hamısına aiddir. Sitoplazma hamısına aiddir deyə götürmürük. 3 və 5 D variantı. Hüceyrənin əsas hissələri. Daxildən xarica dolu hüceyrənin əsas hissələri qılaf, ən xaricdə qılafla örtülmüşdür. Hüceyrə əsası daxildən xarica doğru üzr istəyirəm. Ən xaricdə nüvədir, sonra sitoplazmadır, sonra qılafdır. Xaricdən daxilə doğru isə qılaf, sitoplazma, nüvə. 34. Şəkildə əks olunan bir hüceyrəli yosunun astibulariya yosununun oxla işarələnmiş hissəsini kəsdikdə bir müddət sonra yenidən böyüyür. Buna bilavasitə səbəb, bax, əgər nüvəsi zədələnməsə, nüvəsi burada yerləşir. Nüvə zədələnməsə, bu yenidən böyüdə bilər özünü. İrsi məlumatlar saxlayan nüvənin zədələnməməsi, bəli. Bir insan aktiv hərəkət etdikdə əzələdə olan X orqaninin fəaliyyəti ilə bilavasitə enerji ehtiyacını ödür. Enerji ehtiyacımız və ya hüceyrə tənəffüsümüzü edən orqanizm mitoxondridir. Yəni, bu mitoxondri imiş. Verilənlərə əsasən doğru olan variantı seçin. Bakteriya üçün doğru, çox hüceyrəli eukaryot canlı üçün yanlış ola bilər. Çoxalma prosesi hər ikisində var. Bütün həyati proseslərin bir hüceyrədə baş verməsi bəli, bakteriya üçün doğrudur, çox hüceyrəli üçün yox. Ribosom hər ikisində var. Xromosomun yalnız sitoplazmada yerləşməsi bəli, bakteriya üçün xasdır. Nüvə strukturu, burada isə deyir, bakteriya üçün yanlış, çox hüceyrəli eukaryot üçün doğru ola bilər. Bəli, nüvə strukturu yalnız eukaryot üçündür, mitoxondri orqanel yalnız eukaryot üçündür, hüceyrə divarı bakteriyaya xasdır, plazmatik membran hər ikisində var. Olacaq 2, 4, 5, 6 A variantı. Cədvələ əsasən yumurta hüceyrə, spermatozoid, sinir hüceyrəsi. Yumurta hüceyrə və spermatozoid gamet adlanır. Sinir hüceyrəsi isə neyron adlanır. Bu C variantı doğrudur. Mətni tamamlayın. Canlıların ən kiçik quruluş vahididir. Hüceyrə canlıların ən kiçik quruluş vahididir. 4. Sonra o xaricdən qılafla əhatə olunmuşdur. Qılafın altında plazmatik membran, sonra isə sitoplazma yerləşir. Eukaryot hüceyrədə hüceyrənin əsas hissəsi olan nüvə var. Və irsi məlumatlar daşıyıcısı olan xromosomlar nüvədə yerləşir. 4, 3, 1, 5, 2 B variantı. Daha sonra şəkildə bakteriyanın fizioloji proses. Burada bunun spor əmələ gətirməsi. Bax, dedik, nə olur? Birinci sitoplazması sıxılır, daha sonra üstə membran alınır. Membran qılafla əhatə olunur, yəni hüceyrə divarı ilə həyati proseslər zəifləyir. Bu, spor əmələ gəlməsidir. Bununla bu çoxalmır, spor əmələ gətirir. Cədvəldə verilənlərə əsasən doğrudur. Üstə gələkdən və ya bura doğru yaza bilər. Belə tri və ya yanlış yaza bilər. Nə deməkdir? Doğrudan doğruları, yanlışdan yanlışları seçməlisiniz. Bakteriya üçün
Hüceyrə nüvəsinin olması yanlışdır. Amma bu doğrunun altında yazıb, götürməyəcək. Bütün həyati proseslərin bir hüceyrə daxilində baş verməsi. Bəli, doğrudur, doğrunun altındadır, götürəcək. Çox hüceyrəli olması yanlışdır. Yanlışın altına yazdığı üçün götürəcək. Əlverişsiz şəraitdə spor əmələ gətirilməsi doğrudur, amma yanlışın altında yazdığı üçün götürmürük. Düzgün cavab variantı olacaq 2 və 3. Diaqramda əks olunan hansı hüceyrələrin diaqramda əks olunan insan hüceyrələrinə aid olan müvafiq xüsusiyyətləri qeyd edin. X spermatozoid, Z yumurta hüceyrə. Cinsiyyətdə çoxalmada iştirak edən hüceyrələrdir. Bəli, ikisinə də aiddir. Dişi orqanizmə məxsus olan qametdir. Bura aiddir. Hərəkətli qametdir. Spermatozoid. Hərəkət etməyən hüceyrədir. Yumurta hüceyrə. Kiçik ölçülü hüceyrədir. Əslində kiçik ölçülü hər ikisidir. Amma ən kiçik ölçüyə malik olan bunlar içərisində bu spermatozoiddir. 5. 3, 5, 1, 2, 4. Elə A variantı. Baxın, testdə əgər düşsə ki, mikroskopik ölçüdədir. Bunun hər ikisi mikroskopikdir. Yumurta hüceyrə bəzi quşlarda və sair gözlə görünə bilər, amma hər ikisi mikroskopikdir. Canlılarda verilənlərə əsasən X. Şəkil ölçüsü 8 mm. Mikrona çevirəndə 8000. Bərabərdir. Daha 8000 bizim şəkil ölçümüz faktikini tapırıq. X bərabərdir 8000 bölünsün 400. Bunlar da ixtisar gedəcək. X bərabərdir 20. Düzgün cavab variantı 20. Şəkildə əks olunan canlı insanda X xəstəliyinə səbəb olar fikri bizim fərziyyəmizdirsə və bu fərziyyə doğrudursa, onda hansı doğru təxmini irəli sürmək olar? Bayaq da dedik, əgər bu X xəstəliyinə səbəb olursa, həmin X xəstəliyi olan canlıda mən bunu tapmalıyam. Bu fərziyyəmi doğru saymaq üçün. Onda da deyir, X xəstəliyi olan insanda mütləq bu canlı mövcud olmalıdır. Bəli, o zaman fikrim düz olar ki, bax, həqiqətən bu insanda bu canlı var, demək bu xəstəliyi törədir. Vakullarda toplanır. Vakullarda bitkilərdə əsasən hüceyrə şirəsi toplanır. A variantı. Cədvələ əsasən K. Faktiki ölçü, yəni K bərabərdir. Şəkil ölçüsü bölünsün böyütmə dərəcəsi. Böyütmə dərəcəsi də okulyar vurulsun obyektivin üzərindəki rəqəmdir. Bu da A bölünsün B vurulsun C. A variantı. Sir impulsların ötürülmə ardıcılığını seçin. Sir impulsu kiçik çıxıntıdan cismə, daha sonra isə uzun çıxıntıya ötürülür. Yenə bundan sonra gələn neyronun kiçik çıxıntısı, cismi uzun çıxıntısı. A, B, C. Bu arada kiçik çıxıntılar dendritlər, uzun çıxıntısı akson adlanır. Şəkildə təsvir edilmiş hadisə haqqında doğru fikir seçin. Spor əmələ gəlmədi. Əlverişsiz mühitdə baş verir və davamlı forma yaranır. 2 və 4. Çünki əlverişsiz mühitdə davamlı forma yaranmalıdır həyatda qalması üçün. Müşahidələr nəticəsində müəyyən olmuşdur ki, fotosintez nəticəsində yarpaqlarda mühitdə qaz ayrılır. Verilmiş təcrübədən hansı bu qazın oksigen olduğunu dəqiq etməyə müəyyən etmək üçün aparılıb. Baxın, fotosintezdə deyirsə, mütləq işıq lazım. Çünki fotosintezin getməsi üçün karbon qazı, su, işıq lazımdır. Və bu təcrübələrə əsasən yanar çöp və ya yanına hər hansı bir canlı qoymaqla keçirilir bitkinin. İndi burada birincidə deyir qaranlıqda. Qaranlıq deyirsə avtomatik variantı çıxmalıyam. Çünki yenə deyim, fotosintez getməsi üçün işıq lazımdır. B variantında deyir işıqda saxlanılmaq, amma bunun yanında mən bunu yoxlayacaq çöpüm və ya canlım yoxdur. Yenə oksigeni gözümlə görənmərəm, amma işıqda bu yarandı oksigen. Baxın, C variantında isə deyir ki, yaşıl bitki ilə yanaşı qapalı şüşənin altına siçan yerləşdirilib və bir sutka işıqda saxlanılır. Bəli, işıqda saxlasam fotosintez gedəcək, o yandakı siçan da ölməyəcək. Əgər ki, orada fotosintez getməsəydi, o canlı orada maksimum bir neçə dəqiqə yaşaya bilərdi qapalı qabın altında. Oksigen bitir axı. Deməli, burada daim oksigen yaranır ki, o canlı yaşayır bir sutka ərzində. 49. Əgər insan eritrositlərində hemoqlobin çatışmazlığı baş verərsə bu zaman hemoqlobin funksiyası nədir? Oksigen daşımaq. Hemoqlobin çatışmırsa, deməli, oksigen qatılığı azalacaq toxumalardan. Toxumalarda oksigen qıtlığı yaranar, bəli. Yəni az.